Salam uşaqlar, bugün sizinlə hədəf kurslarının keçirdiyi buraxılış sınaq imtahanı 2-nin izahına baxacağıq. Riyaziyyat fənni üzrə çalışacağım, bütün siniflər üzrə izah edim, paylaşım. Təbii ki, sürətlə izah edirəm, hər hansısa bir səhvlərimiz ola bilər. Əgər səhvlər görərsinizsə, bəzən düz qeyd edib cavabda səhv götürürük, bəzən 2-ni 3-ə vurub 7 yazırıq və sair belə şeylər olur. Yəni çünki vaxt biraz azdır deyə, uşaqlar sınaqdan çıxan kimi yoxlamaq istəyir deyə biz də sürətli izah edib paylaşırıq və o zaman da belə şeylər normaldır, belə səhvlər. Hər hansı bir problem olsa şərhlərdə yazın, digər şagirdlər də görsün və mən də oxuyub səhvləri düzəltməyə çalışacağam. PDF üçün də yenə Telegramda link qoyacağam, yorumlarda oradan girib baxa bilərsiniz. Təmiz PDF-ə. Deməli, riyaziyyat 1-ci sual. 11-ci sinif üçün. Deyir, EBOB 170-90, EBOB 134-135 ifadəsinin qiymətini tapın. Biz ilk öncə EBOB 170-190 tapaq. Buradan ortaq bölən kimi ən böyük 10-u qarşıya çıxartsaq, olacaq EBOB. Belə bir qaydamız var idi. Ortaq vuruq kimi qarşıya çıxarda bilərdik. Burada qalacaq 17. Bu neydi? Vurma yazdım. Görürsünüz, texnik səhvlər o dəqiqə bir üzə verir. 90-dan da 10 çıxardanda qalacaq 9. Üstə gəlsin EBOB. Yəni belə böyük olmağına baxmayın uşaqlar. Çox sadədir. 134, 135. Bu da bərabər olacaq. Nəyə? 17 ilə 9 qarşılıqlı sadədir. Qarşılıqlı sadətlərin EBOB-u 1-ə bərabərdir. 1-i 10-a vuranda eləyəcək 10. Üstə gəlsin 134, 135. Ardıcıl ədədlər qarşılıqlı sadədir. 1-dən istənilən ədəd qarşılıqlı sadədir, ardıcıl ədədlər qarşılıqlı sadədir və ardıcıl tək ədədlər qarşılıqlı sadədir. Və dediyimiz kimi qarşılıqlı sadətlərin EBOB-u 1-dir. EBOB da onların hasilidir, onu da təkrar eləyək. Onunla da 1 toplayanda eləyəcək neçə? 11. Yəni doğru cavab burada olacaq. B variantı 61-də. Keçək 62-yə. Nə deyir bizdə? Deyir sadələşdirin. Sadələşdirək də. Kök altında 7-dən təqribən çıxır neçə? Kök altında 7, kök altında 4 ilə kök altında 9-un arasında, hatta kök altında 7. Niyə 4 ilə 9 götürün? Çünki bunlardan tam kök çıxır da. Bu da 10-da olacaq, 3 daha doğrusu. Bu da olacaq 2 tam, tutaq ki 10-da 5 olsun və s. Dövr olaraq gedir. 2 10-da 6 olar. Aha. Deməli, onda buradan təqribən çıxacaq 2 tam 10-da 6 və dövr eləyir. Təbii ki, irrasional ədəddir. Birinci kökün modulun içi, daha doğrusu müsbətdir. Üzərinə yazıram müsbət. Əsasən bizə lazımdır modulun içi. İkinci isə də 2 çıxılsın 2 tam 10-da 6. Yəni kök altında 7 2-dən böyük olduğu üçün bunun işarəsi olacaq mənfi. Deməli, bərabərdir, birbaşa yazıram. Müsbət olanda özünü olduğu kimi çıxardırdıq. Mənfi olanda isə yerlərini dəyişdirdik. Olacaq kök altında 7 çıxılsın 2 şəklində. Buradan da 2-lər ixtisar gedir. Daha doğrusu islah olur. 7, 7 olacaq 2 kök altında 7. Yəni doğru cavab olacaq. Burada da Y variantı. Bir də baxaq, yerlərini dəyişdik. Bəli. Hər hansı bir səhvimiz olmasın bacardığımız qədər. Sonra 63. Aşağıda verilən ədədlər üstündə neçəsi qarşılıqlı tərs ədədlərdir? Tərs yazılıb da, bəli. 4-ün tərsi 4-də 1. Doğrudur. 2-nin əksi 2-nin əksi mənfiçidir. Bu səhvdir. Sonra 10-da 8. Baxaq görək. 10-da 8 nə deməkdir? 5-də 4-dür da. 5-də 4-ün tərsi olacaq 4-də 5. Bu da 1 tam neçəsi eləyir? Bu 0 tam 10-da 2 verilib. Səhvdir. Sonra kök altında 2 minus 1-in tərsi. Kök altında 2 minus 1-in tərsi burada böyük ehtimalla düz olacaq. Bunun tərsi nə eləyir? Kök altında 2 minus 1-də 1 də düzdürmü? Bunu da qoşmasına vuranda sürət və məxrəcin. Yəni olacaq kök altında 2 plus 1. Bir də olacaq nə? Kök altında 2 plus 1. Qoşması plusudda. Bu da bərabər də olacaq kök altında 2 plus 1. Burada da a plus b, a minus b kimi atsaq kök altında 2-nin kvadratı olacaq 2 çıxılsın b-nin kvadratı. Yəni b-də 1-dir, 1-in kvadratı. Bu da bərabər də olacaq çıxanda burada 1 qalır. Kök altında 2 plus 1 də 1-ə bölündə ilə kök altında 2 plus 1 eləyəcək. Yəni həqiqətən bunun tərsi nə oldu? Kök altında 2 plus 1. Yəni 4 də götürəcəyik. 10-da 7-nin tərsi 7-də 10. Burada da səhv bir şey yoxdur. 1, 4, 5. Hə, bizdən neçəsini soruşur? 3 dənəsi. Olacaq C variantı. Keçək 64-də. Aha. Burada biraz qəribə düşüb. Deyir, olarsa x kvadratıdır, yoxsa kubudur. Cəmini tapın. Deməli, şərti bura yazıram. Deyir, x minus y 6-ya bərabərdir. X vurulsun y də bərabər 12-yə. Burada yəqin ki, kub olmaz. Elə x kvadratı üstə gələ y kvadratı olar böyük ehtimalla. Deməli, burada
demək köməkçi düsturlardan istifadə etməliyik. Üzr istəyirəm. Onda olacaq y burada çıxılmasıdır, ona görə çıxılmasını yazaq. Y minus x-in kvadratı. Biz nə almalıyıq bunu? Burada əlavə olaraq nə yaranacaq? Çıx 2xy da düzdür. Ona görə üzərinə gəlirəm 1 2x y2 nə olsun? Onlar islah getsin, qalsın x kvadrat plus y kvadrat. Aha. Ona bərabər olacaq. X minus y olacaq 6-nın kvadrat qiymətləri yerinə yazaq. 2 vurulsun x y-də 12 idi. Bərabər eləyəcək 36 üstə gəlsin 24. Bu da bərabər eləyəcək 60 var. Cavab 60 bəli. D variantı. Yəni burada kuba oxşuyur. Yəni kuba olmaz. Çünki kuba olsa biraz yox, çox uzun gedər həll. 65 deyir verilmiş kəsirlərdən hansılar sonlu kəsir şəklində göstərilə bilər? Biz bilirik ki, sonlu onluq kəsir şəklində göstərilməsi üçün məxrəcdə nə olmalıdır? Sonlu onluq kəsir deyir də, bəli. Buradan da baxım. Aha. Deməli, məxrəcdə nə olmalıdır? Ya 2 olmalıdır, ya 5 olmalıdır, ya da 2 və vuruqlar 2 və 5-dən ibarət olmalıdır. Deməli, birinci məxrəci görürəm 40. 40-ın vuruqları nədir? 2 ilə 5-dən ibarətdir. Yəni 8 vur 5-dir, 8 də 2 üstü 3 deməkdir. Deməli, birincinin sonlu onluq kəsir şəklində göstərə bilərəm. İkincidə məxrəcdə görürəm ki, 5 vur 3-dür. Və bu 3 də ixtisar getmir, elə olduğu kimi məxrəcdə qalır. Deməli, bu sonlu onluq kəsir şəklində göstərilə bilməz. 18. 18-də 3-dür. Uşaqlar, bəzən özləri qəsdən belə verir ki, ixtisar apara bilək. Burada qalacaq nə? 6-da 1 qalır. 6-da məxrəci 2 vur 3-dür. Yenə olmayacaq. Xilas eləmədi. 20. 4 vur 5-dir. 4 də 2-nin kvadratı. 2 ilə 5-dən ibarətdir. Götürəcəm bunu. 5-ci. 14-də 4. 2 ixtisar eləsək 7-də 2 qalacaq. Məxrəcdə 7 var. Olmaz. 6-da da 25 nə deməkdir? Daha doğrusu 75 nə deməkdir? 25 vur 3. Yəni 75-də 18 3-ə ixtisar gedir. Qalır burada 6. 75-də 3-ə bölündə 25 düşür da. Düzdürmü? Bəli. 25-də nə deməkdir? 5-in kvadratı. Yəni yalnız 5-dən ibarətdir vuruqları. Deməli 6-nı da götürəcəm. 1, 4, 6 varmı? Bəli. B variantı. Yəni dediyim kimi ixtisar eləyin yekun qiymətlərə baxın. Yoxsa sizi aldada bilər. Dir ifadəsini sadələşdirin. Birinci mötərizə kökün içində. Mötərizə nədir? Nəyin açılışıdır? X minus 7-nin kvadratı. Düzdürmü? İkincidə də olacaq üstə gəlsin. Kök altında 5 çıxılsın x-in kvadrat. Burada diqqətli olmaq lazımdır. Nədə? Biri var, biz ümumi kökün kvadratını yazaq. O zaman kökün daxilində mənfi ola bilməz. Amma artıq biz burada kökün daxilində mənfi yaza bilərik. Niyə? Çünki kvadratı vardı. O onu müsbət eləyəcək. Amma burada mənfi ala bilmərik. Deməli 5 minus x böyük olmalıdır. Böyük bərabər olmalıdır daha doğrusu. Nədən? Sıfırdan. Buradan da onda x-i tapsaq, x da böyük bərabər olacaq. Daha doğrusu x-i sağa keçsə, olacaq x da kiçik bərabərdir. Nədən? 5-dən. Düzdürmü? Bəli. X da kiçik bərabər olacaq 5-dən. Yəni biz x-a müsbət olması üçün nə verməliyik? 5-dən kiçik qiymətlər verməliyik. Aha, bərabərdir yazıram. Bunu kvadrata alaq. Bərabərdir yazıram. Burada artıq biz x-a 5-dən kiçik qiymətlər verməliyik ki, bu müsbət olsun. Düzdürmü? Onda burada 5-dən kiçik qiymətlər verəndə mənfi olur. Ümumiyyətlə kvadratı ilə bu kök gedir. Modulda çıxır biz bilirik ki, 7. Üstə gəlsin. Burada da kvadratı köklə gedəcək, qalacaq 5 minus x. Bu da bərabər. Burada zaten müsbət deyil, birbaşa özünü çıxartdım. Modulda çıxartmadım. Bu da bərabər. Biz dedik ki, x-a 5-dən kiçik qiymətlər verməliyik. Onda bu modul üçün mənfi olacaq. Bu da zaten dedik müsbət olur da. Modulda yazsaq da olar, yazmasaq da. Laf modulda yazaq, fərq eləməz. Buradan olacaq. Mənfi olduğu üçün modulun daxil yerləri dəyişəcək. 7 minus x olacaq, üstə gəlsin. Bu da müsbət deyil, özün olduğu kimi çıxardıram. Buradan da olacaq 7, 5 cəmi eləyir. 12 çıxılsın 2x. Bəli. Yəni doğru cavab olacaq A variantı. Ümid edirəm hardasa texniki səhv etmədik. Keçək 77-ci suala. Görək nə istəyir? Çox ayrılsın, vurğulara ayırın. Vurğulara ayırın deyir. Ayıraq. Baxaq görək. Burada gəlin belə eləyək. Bax bu 3 ifadə var ha. Bu B ilə C-nin kvadratının açılışına oxşuyur. Sadəcə düzəltmək lazımdır biraz. Onda belə yazaq o ifadəni. 64A kvadratı mənfini buradan qabağa çıxartsaq, olacaq müsbət 4B kvadratı, çıxılsın 12BC, bir də üstə gəlsin 9C kvadrat. Doğrudurmu? Doğrudur. Mənfini qarşıya çıxartdım. İşarələ hər biri əksinə dəyişdi. Bu 64A kvadratında yazıram 8
A-nın kvadratı çıxılsın. Bu da nəyin açılışı olacaq? 2B plus, daha doğrusu minusdur ortada, minus 3C-nin kvadratının açılışı. Birincinin kvadratı var. Birinci vuraq ikinci, yəni çıxı 12BC var. Bir də ikincinin kvadratı 9C kvadratı var. Bu da A minus A kvadrat minus B'nin kvadratı kimi baxsaq bu nə olurdu? A plus B, A minus B olurdu. Onda bərabər olacaq. Bizdə A'nın yerində 8A durur. Çıxılsın B'mizin yerində 2B minus 3C durur. Tabi burada bir də mötəzədə yazmıram da. Qarşısında mənfi var deyə bu müsbət olacaq. Bir də vurulsun 8A, bu səfər üstə gələk B. B'miz də 2B minus 3C'dir. Aha, tabi bundan sonra elə yekunda bu. Yəqin ki, baxaq görək hansı variantda var. 8A çıxılsın 2B plus 3C, bir də 8A plus 2B çıxılsın 3C. Hə, B variantıdır. Ümid edirəm. Düz tapdıq, bəli. Keçək 68-ə. Bəzən burada yazıram, orada başqa variant götürürəm. Adam beyni qarışır da, çox qarışıq verə bilər. 68 deyir, oturacaqları 16 və 10 cm olan bərabər yanlı trapesiyanın iti bucağı 60 olursa, onun perimetrini tapın. Deməli, bərabər yanlıdır. Yenə buradan biz trapesiya çəkək. Aha, yan tərəfləri də bərabər olsun. İndi oturacaqları, kiçik oturacaq təbii ki, normal olaraq 10, bura 16, bir dənə perpendikulyar endirək. Perimetrini tapmaq üçün nə etməliyim? Mən 4 tərəfində bilməliyim, amma yan tərəfləri bilmirəm. İndi deyir ki, bu iti bucağı 60 dərəcədirsə, bura olacaq 30 dərəcə. Buradan da bir dənə hündürlük endirirəm. Bura 10-dursa, burada 10 olacaq. 16-dan 10 çıxanda kənarlara qalacaq 6, onu da 2-yə böləndə düşəcək 3. Sonra nə edə bilərəm? 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısı. Yəni bu 3, burada düz bucaqlı 3 bucaq alınıraq. 3 hipotenuzun yarısıymış. Deməli hipotenuz neçəymiş? 6 imiş ki, yarısı 3 eləyib. Onda bərabər yanlıdırsa burada 6 olacaq. Onda P bərabər olacaq 6 plus oturacaqlar 10 ilə 16. Bu da bərabər neçə eləyəcək? 26, 12, 38. Düzdürmü? Bəli. Doğru cavab olacaq B variantı 38-dir. 68-dir. Sonra 69-cu sual. Deyir, ədədin rəqəmləri cəmi 45 olarsa, eyni tapın. Buradan A ədədi necədir? Bir dənə baxım mən. Deməli, misal buradan yazıram A-nı. Burada yaxşı görsənmir. 10 üstü n çıxılsın 1 bölünsün 3-dür. İndi deyir, bunun rəqəmləri cəmi 45. Ümumiyyətlə, uşaqlar bir dənə fikir verin. Onun üstü nə olur olsun? Məsəl üçün götürəm onun kvadratı. Ən kiçiyini çıx 1. Bu neçə eləyəcək? 99 və yaxud da onun kubunu götürürəm. Çıx 1. Bu neçə eləyir? 999. Deməli, biz onun mislindən hər zaman 1 çıxanda 9'lar düzüləcək də. İndi biz burada nə edirik? Bir dənə də nümunə üçün yazın. Bax, bir dənə də yazıram 10 üstü 4. Çıxılsın 1. 10 üstü 4 də neçə eləyəcək? 10.000. 10.000-dən də 1 çıxanda 9999 qalır. Bir dənə fikir verin, görsün onun kvadratıdır. Burada 2 dənə 9 var. Burada 3 dənə 10 üstü 3'lü kubudur. Burada 3 dənə 9 var. Burada 4'dür. Burada 4 dənə 9 var. Bundan əlaqələndirəcək. İndi deyir ki, bunu 3'ə bölürük də yekunda. Bunların hər birini 3'ə bölündə bu səfər nə olacaq? 3'lər düzüləcək də, düzdür. Və say cəhətdən dəyişməyəcək. Ancaq 3. Bu səfər 4'dən 3 olacaq, 3'dən 3 olacaq, 2'dən 3 olacaq. İndi 45 dənə 3 varsa, 45 dənə 3'ün cəmi neçədən 3'ün cəmi daha doğrusu 45 eləyər. Çünki cəmi 45-də axı. Məndə də ədədlərin hamısı 3 olacaq. Çünki yekunda 3'ə bölürəm. Deməli 15 dənə 3 var ki, 15 dənə 3'ü toplayanda 45 eləyər də. Deməli məndə neçə dənə 3 oldu? Cəmi 15 dənə, buraya yazıram. 15 dənə 3. İndi 15 dənə 3 varsa neçə dənə 9 olacaq? Say dəyişmir. Elə 15 dənə də nə olacaq? 9'un sayı olacaq. 9, 9 gedəcək. 9. Yəni 15 dənə də 9'um olacaq. Düzdürmü? 15 ortadan yazaq. Aha. İndi biz dedik ki 9'ların sayı neçədirsə həmin 10'un üzərində həmin ədəd olacaq. 15 dənə 9'un varsa onda 10'un üzərində də neçə olmalıdır? N'imiz 15. Yəni doğru cavab burada olacaq B variantı. Yəni burada yenə baxaq. Rəqəm sayı məncə dəyişmir uşaqlar. 3 dənəsi 3 dənə 9 olur. 9'lar da 3'ə bölündə yenə sayı dəyişmir. 4 dənə olanda 4 dənə 9 olur. Və yaxud da elə 10 üstü 1 götürək. Bundan 1 çıxanda yenə qalacaq 1 dənə 9. Yəni say neçədirsə o qədər sayda 9 alınır. Keçək 69B oldu. Keçək neçəyə? 70'ə. Yəni 3'ə böləndə də say dəyişmir. Yəni eyni
sayı olur. Düzbucaqlı üçbucağın iti bucaqların təməlləri arasındakı iti bucağı tap. Yaxşı, bir dənə düzbucaqlı üçbucaq çəkək. Təpə bucağı düz bucaq olsun. İti bucaqların tənbölənləri arasında qalan bucaq. Tutaq ki, bu tənbölən oldu. Bu bucaqda yarıya bölündü. Bura x-sə, burada x olacaq. Bura y-sə, burada y olacaq. Və bunlar arasında qalan iti bucağı soruşur. Birinci bu kör bucağı tapaq t-ni. Onda biz bilirik ki, iti bucaqlar nə oldu? 2y, 2x. Düzdür, yazıram 2x, üstə gəlsin 2y. Düzbucaqlı üçbucağın iti bucaqların cəmi nədir? 90 dərəcədir. Onda hər birini 2-yə bölərəm hər tərəfi. Olacaq x plus y neçə? 45 dərəcə. Doğrudurmu? Doğru. Deməli, bu x ilə y-in cəmi oldu 45. Onda yazıram x plus y plus t bərabərdir 180 dərəcə. Burada alınan kiçik üçbucaqdan söhbət gedir. Onda x plus y də 45 idi. 180-dən 45 çıxaram. T bərabər olacaq 135 dərəcə. Doğrudurmu? Təpə bucağı 135 dərəcədirsə 180-dən də 135 çıxaram. Qalar 45 dərəcəyə. Bir dəqiqə. Cəmi yenidən olacaq. İti bucaq daha doğrusu yenidən olacaq neçə dərəcə? 45 dərəcə. Və yaxud da deyə bilərsiniz ki, müəllim, burada üçbucağın bir xarici bucağı ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. X, y 45 isə orada 45 olacaq. Bu da belə. 71-ci sual deyir, ədəd 20% azaldıb sonra 4 dəfə artırsa ədəd necə dəyişər? 20% azalma, əslində biz 100 götürüb hesablaya bilərik və yaxud da bunun düsturu da var. Gəlin 100 götürək hesablayaq. 100-ün 20% ilə 20 eləyir. 20% azaldığında qalacaq 80. Bunu da 4 dəfə artırsaq deyir də, bəli. Vuracaq 4-ə. Olacaq neçə? 320. İndi ilkin ədədim neçə idi? 100. İlkin ədədim 100% götürürəm. İndi yekun ədədim neçə oldu? 320. Bunu da x% götürürəm. Buradan hesablasaq, onda x bərabər olacaq 320 vurulsun 100 bölünsün 100, 100də gecik qalacaq 320%. Deməli, mənim ədədim oldu neçə? 320%. Deməli, əvvəlcə 100%də oldu 320%. Nə qədər artdı? 320 çıxılsın 100 bərabərdir 220%. Yəni, doğru cavab olacaq. 220% təbii ki də artar. Olacaq Y variantı. Ən yaxşısı 100 götürüb hesablamaqda, amma düstur da var. 20% artanda nə olur? 4 dəfə artanda nə olur? n-1 vur 100-dür. Bir də 100 bölünsün 100 çıx n-dir. Düsturlar 72-dir. 3-cü dərəcədən də bu. Bir dənə baxım. Bəli. Deyir, A bərabərdir 3-cü dərəcədən kök altında 4. Ədəd üçün tərkiblərdən hansılar doğrudur? Bəli, hansılar doğrudur? Deyir, A kvadrat rasional ədəddir. Deməli, A kvadratı nə olacaq? A kvadrat hər tərəfi kvadrata yüksəlsək, olacaq 3-cü dərəcədən 4 üstü kvadratı, yəni 16 eləyəcək. 16-dan da 3-cü dərəcədən kök çıxırmı? Xeyr, 8-dən çıxır, 16-dan çıxmır. Rasional yəni deyil, irrasionaldır. Sonra ikinci, bu birinci idi. İkinciyi araşdıraq. 6-cı dərəcədən yüksəltsək, onda olacaq A üstü 6 bərabərdir. Burada olacaq 3-cü dərəcədən 4 üstü 6. Yəni, bu 4 üstü altında belə yazıq. 4 üstü 2, 10 üstü 3. Yenə bu qüvvətin qüvvəti 6 eləyir də. Bu 3 ilə bu 3 ixtisar geçsin, qalıq 4-ün kvadratı. Bəli, bu rasional ədəddə 16 eləyir. Deməli, 2-ni götürəcəm. Üçüncü, deyir A üstü 4. Yazıram burada. A-nın üstü 4 bərabər. 3-cü dərəcədən 4 üstü 4 olacaq da. Doğrudurmu? Bunu da gəlin belə yazaq. 2-nin kvadratı 4-dür. 10 üstü 4. Bu da eləyəcək 3-cü dərəcədən 2 üstü 8. Bunu yenidən yaza bilərikmi? 3-ün dərəcəsi kimi yox. 8-i 3 vur neçə yaza bilmərik. Yəni, bu da irrasional olur. Həqiqətən doğrudur. Burada irrasional deyir artıq. 2 və 3. Yəni, doğru cavab olacaq C variantı. 72-də. 73-cü sual. Deyir, düzbucaqlının perimetri 28 diaqonalı isə buradan oxuyum, biraz yaxşı oxunmur. Deyir, düzbucağın perimetri 28, diaqonalı isə 10 cm-dir. Düzbucağın böyük tərəfini tapın. Onda gəlin, bura bir düzbucaqlı çəkək. Bunun diaqonalı deyir, neçədir? Bura yazıram 10. Deməli, bura 10-dursa, burada düzbucaqlı üçbucaq yaranır. Perimetrdə 28. Bizdən nəyi soruşur? Böyük tərəfi. Bizdə onda hansı şərtlər ödənməlidir? P bərabərdir 2 vurulsun A plus B bərabərdir 28-ə. Onda A plus B nəyə bərabər olacaq? 14-ə. Cəmi 14 eləsin.
və kvadratları cəmi də, bura bir A deyək, bura bir B deyək. Kvadratları cəmi də Pifagora görə bizə verməlidir 10'un kvadratı, yəni 100. Deməli, hansı ədədlərdir? Burada açıq aydın görsənir də 6 və 8-dir. Zaten burada hipotenuz 10 görəndən sonra aydın məsələdir ki, 6 ilə 8-i bilən uşaqlar, Pifagor üçlüyünü bilənlər daha net görür. Bu da yalnız bu şərti ödəyən nə olacaq? 6 ilə 8. İndi bizdə böyük tərəfini soruşur. Təbii ki, böyük tərəf 8 olur da. 6 götürmərik. Sonra başqa. Deyir ədəd oxunda 2b-7 ədədi hesablama başlanıb 5 vaid məsafədə yerləşib B-nin ala biləcək qiymətlər. Deməli, ədədi hesablama başlanıb 5 vaid məsafədə yerləşir. Deməli, mən hesablama başlanğıcı nədir? 0-da. 0 koordinat. 5 vaid məsafədədirsə, onda 0-ın üzərinə bir 5 gələrik. Düşər koordinat 5'ə. Bir də 5 çıxaram. 5 çıxaram. Koordinatım düşər hara? Mənfi 5'ə. Onda 2b-7 deyək, bərabər olacaq 1 5'ə. Buradan olacaq 2b bərabər 12, b bərabər 6'ya. Bir də 2b-7 bərabər olar mənfi 5'ə. 2b bərabər olar 2'yə. B də bərabər olar 1'ə. Biri 1 oldu, biri 6 oldu. Deyir, ala biləcək qiymətlərin cəmi. 1 ilə də 6'nın cəmi 7 eləyəcək də. Bu qələmlə yazaq 7. Sonra açıq suallardan bunlar. Sonra keçək 75'ə baxaq. Deyir, A kvadratı plus A bərabər 2025 olarsa ifadəsinin qiymətini tapın. Deməli, neyniyərik burada? Hər tərəfi A'ya bölsək olarmı? Gəlin hər tərəfini A'ya bölək. A'ya böləndə nə olacaq? Düşəcək A plus 1 bərabər 2025 bölünsün A şəklində olacaq. Buradan da biz sol tərəfə keçsək, 2025 bölünsün A nəyə bərabər oldu? A plus 1'ə. Onda burada yerinə yazsaq əgər, görək nə salınır. A kvadratı plus A plus 1 olacaq. Bu da bərabərdir. A kvadrat plus A da bizə yenidən 2025 verir də. Onda yerinə 2025 yazsaq, 2025 plus 1'dən də 1'imiz var. Bu da eləyəcək 2026. 2026. Səhv bir şey yazmadıq ki, hər tərəfi A'ya böldük. Sonra bu ifadənin yerinə biz yazdıq A plus 1. Onda ifadəmiz belə oldu. Burada da bu iki ifadənin yerinə 2025 yaza bilərik. Bəli, burada səhv bir şey yoxdur. Bəzən kvadrata yüksəldirlər hər tərəfi. Amma bu misal heç kvadrata yüksəltməyə ehtiyac yoxdur. Bəli, 2026 oldu. 76. Deyir, diaqonalların sayı tərəflərin sayının 3 mislinə bərabər olan düzgün çoxbucaqlının daxili bucaqların cəmini hesablayın. Deməli, diaqonalların sayı tərəflərin sayının 3 mislinə. Onda belə eləyikdir uşaqlar. Burada diaqonalların sayının bir düsturu var. N vurulsun, n-3 bölünsün 2'dir. Tərəfi n olan çoxbucaqlı üçündür. Tərəfi n. Buraya yazıram tərəfi n olan çoxbucaqlının düsturudur. İndi deyir, bu düstur diaqonalların sayda, yəni bərabər tərəfinin 3 misli. Tərəflərinin sayının 3 misli. Yəni burada tərəflərin sayı n-dirsə, onda bunun 3 misli olacaq da 3n. Yəni bunu hesablayaq görək nəsə çıxır. N kvadratı minus 3n bərabər 6n olsa, buradan da olacaq n kvadratı çıxılsın, altında sola keçsək olacaq çıx 9n bərabər 0. N'i qarşıya çıxarda olacaq n minus 9 bərabər 0'a. Burada n köklərini 0'a bərabər götürsək, vuruqlar daha doğrusu. Bir n bərabər 0 olur, bir də n minus 9 bərabər 0. Buradan da n bərabər 9 çıxacaq. Təbii ki, tərəf sayı 0 olmaz. Onda n'i 9 götürsək, bizə nəyə soruşur? Düzgün çoxbucaqlının daxili bucaqlarının cəmi. Onda n 9'dursa, daxili bucaqların cəmini istəyirsə, olacaq 180 vurulsun n minus 2. Bu da bərabər olacaq 180 vurulsun 9 çıx 2, yəni 7'yə. Bu da bərabər eləyəcək 126 eləyir. 0'da artırsaq 1260 dərəcə. 1260 dərəcə. Bəli, bu şəkildə olacaq. Ümid edirəm, haradasa nəysə qaçırtmadıq. 77-ci sual. Buradan şərtə baxım. Çünki burada bəzi hissələr yaxşı oxunmur. Deyir, x minus 2, x çıxılsın 2, bölünsün 3, bərabər 4. 4 olarsa x-in ala biləcəyi tam ədədlərin cəmini tapın. Deyir, işarət tam hissəni göstərir.
Yəni demək istədiyi onda odur ki, bizdən burada istəyir ki, burada hansı qiymət alınırsa alınsın, həmin ədədin, ifadənin qiymətin daha doğrusu yekun tam hissəsi 4 olmalıdır. Onda x minus 2 bölünsün 3-ün tam hissəsi 4 olması üçün biz ən kiçik 12 götürə bilərik də. Bəli, çünki 12-yi 3-ə böləndə tam 4 düşür. Onda bunu 12-yə bərabər götürsək, və 12-yə yox, daha doğrusu 4-ün özünə bərabər götürsək, buradan onda olacaq x minus 2 bərabərdir 3/4 12, x da bərabərdir 14. Bir də tam hissə 5-dən kiçik olmalıdır da. Bir də bu ifadənin x minus 2 bölünsün 3 kiçikdir 5-dən. 5-in özünə bərabər ola bilməz. Və yaxud da elə bərabər 5 eləyib 5-dən kiçik qiymətlər də vermək olar. Heç bir fərqi yoxdur. Buradan olacaq x minus 2 kiçikdir 15-dən. Buradan da x kiçik olacaq nədən? 15-in üzərinə 2 gəldi 17. Deməli 17-dən kiçik qiymətlər 14 tam ədədlər olmalıdır. 15, bir də 16. 17-nin özünü alır. Bunları da cəmi yekun olaraq eləyəcək isə 45. Doğru cavab olacaq 45. Sonra 77 keçək 78-ə. Deyir ilk 300 ədəddə neçəsi 6-ya bölünür, lakin 9-a bölünmür. Onda biz belə tapa bilərik də. 300 ədəddə neçəsi 6-ya bölünür? 300-ü bölək 6-ya. Bu düşəcək neçə? 50. Deməli ilk 300 içində 6-ya bölünən ədəd 50 dənə. İndi deyir ki 6-ya bölünsün, amma 9-a bölünməsin. Aha. Onda biz necə eləyək buradan? 6-ya və 9-a bölünən ədədlər həm də neçəyə bölünür? 6 və 9-a bölünməsi üçün yekunda 18-ə bölünməlidir. Yəni 18-in misilləri həm 6-ya həm 9-a bölünür. Deməli onda 9-a bölünməmək üçün mən 18-in misillərini silməliyəm də. Deməli ilk 300 ədəd içərisində 18-ə bölünən neçə ədəd var? 300 böl 18. Təqribən düşəcək 16 tam neçəsə. Bizə tam hissəsi lazımdır. Yəni 16 dənə deməli 18-ə bölünən ədəd olacaq. İndi şərti bir də oxuyaq deyə səhv eləməyi sorum. İlk 300 ədəd neçəsi 6-ya bölünsün, amma 9-a bölünməz. 50 cəmi oldu 6-ya bölünən ədədlər. Bunun içərisində eyni zamanda 9-a bölünən ədədlər də ola bilər də. Bizə dedik ki, həm 6-ya həm də 9-a bölünmək üçün 18-ə bölünməlidir. Yəni 18-in misilləri 18, 36, nə bilim 54. Onların da sayı 300-ə qədər neçə oldu? 16. Deməli onda 50-dən çıxacam yekun olaraq 16 bərabər eləyəcək neçə? 34. Deməli bu yerdə qalan 34 dənəsi yalnız 6-ya bölünür, 9-a bölünmür. Bəli. Cavab olacaq 36. Keçək. Sonuncu açıq suallar gəlir. Bəli. 79. Bunu biraz belə eləyim. Daha yaxşı görsün. Deyir, paralleloqram tərəfləri 10 və 12, kiçik diaqonal 17 olarsa, böyük diaqonalını tapın. Deməli, biz bilirik ki, burada paralleloqramın diaqonalları və tərəfləri verilərsə, tərəfləri verilərsə düstur var idi. D1-in kvadratı, buradan yazıram, məşhur düsturdur. D2-nin kvadratı bərabərdir 2 vurulsun. A kvadratı plus B kvadratı. Deməli, burada D1-in kvadratı kiçik diaqonal olacaq 17-nin kvadratı eləyəcək 289 üstə gəlsin D2-nin kvadratı bərabərdir. 2 vurulsun A kvadratı olacaq 100 üstə gəlsin 21-in kvadratda elədir 441. Bu da bərabərdir. Belə yazmayaq. Tənlik kimi yazaq. Olacaq D2-nin kvadratı bərabərdir eləcək D kvadrat yazıram. 100 eləcək bu 541. 541-də 2 vuranda eləcək 1082. Bundan da çıxacaq 289. Deməli 1082-dən çıxsa, onda D kvadratı bərabərində qalacaq 893 qalır da. 893. Bundan kök çıxmayacaq axı. D də bərabər olur onda. Kök altında 893. Biz səhv yazmadıq. Paralleloqram tərəflə diaqonal arasındakı böyük diaqonalı tapın. Yəni bir düsturu var da. Bunun başqa bir yolu var ki. Olsun, yəni burada əsas getdiyimiz yol düzdür. 893. Məsəl üçün belə bir paralleloqram çəksək. Çəkə bilmədik. Aha.
bunun tərəfi 10 olsa, bura 21 olsa, diagonalları verilib. O, yəni iki tərəfi və diagonalı verilibsə, diagonalını verilib. Bu diagonallar düsturu var da. Bu da 17 olsa, 893 olacaq. Yəni o düsturdan başqa burada bucaq falan versəydi, yenə nəsə etmək olardı. Deməli, sonra keçək 80-ci suala, vaxtımız getməsin. Deyir, düzgün altıbucaqlının kiçik diagonalı 12 olarsa, onun xaricini çəkimi çevirən radiusunu tapın. Kiçik diagonalı 12 olarsa, deməli, buradan düzgün altıbucaqlı çəksək əgər, bir dəqiqə, şey var mı hazır şəkildə şablon? Düzgün altıbucaqlı yox desin. Yox, düzgün altıbucaqlı yaxşı çəkək. Bir dəqiqə. Bu olsun bizim düzgün altıbucaqlımız. Biraz da düzgünə oxşadaq. Bunun kiçik diagonalı hansıdır? Baxın. Bunun başqa rəngini çəkəcəm. Baxın, kiçik diagonal budur. Böyük diagonal da budur. Deməli, kiçik bunun tərəfi A olarsa, böyük diagonal 2A-ya bərabər olur. Kiçik diagonalda A kökdə 3-ə bərabər olur. İndi deyək ki, kiçik diagonalı 12 olarsa, yəni A kök altında 3 bərabər 12 olarsa, buradan A bərabərdir. 12-ni böləcək kök altında 3-ə, hər irrasionallıqdan azad edək, kök altında 3-ə vuraq. Bu deyəcək 4 kök altında 3. Deməli, tərəf dedik ki, 12-dir. Bu olacaq nə? 4 kök altında 3. Bu da eləyəcək 24. Bizdən nəyi soruşur? Xaricini çəkilmiş çevirən radiusu. Bizə bir xaricinə çəkilmiş çevirən radiusu, yəni böyük yer elə tərəfinə bərabər idi də. Mən burada niyə tərəfini 12 yazmışam? Tərəf 12 deyil, diagonal 12. Bunu biraz kiçildək. Təqribən belə bir şəkil olacaq. İndi böyük yerdə dedik tərəfinə bərabərdir. Onda biz buradan tərəfini tapdıq ki, neçədir? 4 kök altında 3. Onda radius da böyük yerdə nəyə bərabər olacaq? 4 kök altında 3-ə. Kiçik diagonal idi də, bəli. 4 kök altında 3 eləyir də, düz tapdıq. A kökdə 3-ə bərabərdir. Bunda irrasionallıqdan 3, 12 3-ə bölündə 4 düşür. Bəli, 4 kök altında 3 olacaq. Keçək 81-ə. 81-ci sual. Deyir, kvadrat üçəllisinin ən böyük qiymətini tapın. Deməli, uşaqlar, bu funksiya mövzusunda keçəndə daha yaxşı biləsiniz təpə nöqtəsinin tapılması. İndi biz bunu necə yaza bilərik? Gəlin belə eləyik. Buradan hər tərəfi 3-ə, mənfi 3-ə bölsək əgər. Mənfi 3-ə bölüb buradan kvadratda ala bilərsiniz. Biraz uzun çəkəcək. Yaxud da düsturu da var. M bərabərdir mənfi B bölü 2A. Mənfi B bölü 2A-ya. Bu da bərabər olacaq. 18 müsbət eləyəcək mənfi 18. Bunda 2A-ya. 2 vur mənfi 3 eləyəcək mənfi 6. Burada biz ax kvadrat plus bx plus c'dir. Burada a'mız x'in kvadratının əmsalıdır. Yəni mənfi 3'dür. Onda 2 vuranda mənfi 6 böləndə də eləyəcək 3. Yenidən qiyməti yerinə yazsaq olacaq. Mənfi 3 vurulsun 3'ün kvadratı. Yəni 9. Üstə gəlsin 54. Üstə gəlsin 13. Bu da bərabər eləyəcək. Mənfi 27 ilə 54 eləyəcək. Müsbət 27 plus 13. Bu da bərabər eləyəcək 40. Deməli, ən böyük qiymət olacaq 40. Və yaxud da burada e'nin tapılmasının düsturda var. Biz e'mi tapıb qiymətini yazıb e'ni də tapa bilərik. Və yaxud da e'nin öz düsturda var. Birbaşa. Deməli, onun birbaşa açılışını yazsaq olacaq mənfi d böl 4a'dır. Diskriminantını da yerini dəyişsək olacaq 4ac çıx b kvadrat böl 4a. Buradan da birbaşa qiymətini tapa bilərsiniz. Və yaxud da dedim ki, mənfi 3'ü mütərizə xaricdən çıxardıb oradan da a plus b'nin kvadrat şəklində nəsə etmək olar. Keçək 82-ci suala. Deməli, 82-də deyir, ABC 3 bucağında, buradan bir 3 bucaq çəkək. Deyir ki, ABC iti bucaqdır. 60 dərəcədən böyük iti bucaqdır. B bucağından söhbət gedir. Bucaq ABC. Bura B yazaq, bura A yazıram, bura C yazıram. Bura 60 dərəcədən böyükdür. Böyük iti bucaqdır. Deyir, BC 10'dur. Bura 10'dur. AB də verilər. Bəli, verilib 16'dır. Bizdən AC tərəfin qiyməti soruşur. İndi belə deyək də, 60 dərəcədən böyük iti bucaqdır deyirsə,
Yəni ümumiyyətlə iti bucaqdırsa, bizdə qayda var idi də. Onda biz bu düsturla getsək, 60 dərəcədən böyük, iti bucaqdırsa 90 dərəcədən də kiçikdir. Yəni iti bucaqdırsa, onda bizdə qayda var idi ki, olacaq bunların fərqindən böyük, yəni 16 çıxılsın 10-dan böyük olmalı idi x. Kiçik olmalıdır. Bunların kök altları kvadratları cəmi 10'un kvadratı 100 eləyəcək, üstəcək 16'ın kvadratı 256. Bunu hesablasaq, onda burada olacaq 6 kiçikdir x-dan, o da kiçikdir. 356'dan kök neçə çıxır? Təqribən neçə çıxacaq? 18 tam neçə eləyir? 18 tam neçə? Tutaq ki 18 tam onda 5 olsun. Bizə də tam qiymətlərini soruşur da, yəni ki, bəli, natural qiymətlərin cəmi. Onda 6-dan böyük 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 və 18. İndi bu qiymətləri almış olduq. Burada 60 dərəcəni də nəzərə almalıyıq da. Onu da bizə elə belə vermiş olmaz. Tutaq ki 60 dərəcə olsa, biz bunu bildikdə olacaq 7'dən kiçik x, 18 tam onda 6'dan da 7'dən böyük 18 tam onda 6'dan kiçik qiymətlər. İndi tutaq ki 60 dərəcə olarsa, onda kosinuslarla gəlin tapaq ki x neçə ola bilər? X kvadrat bərabər olacaq AB kvadratı, yəni 16'ın kvadratı 256, 10'un kvadratı eləyəcək 100, çıxılsın 2AB, 2 yəni vurulsun 10 vurulsun 16 vurulsun kosinus 2'də 1. Daha doğrusu kosinus 60, o da 2'də 1 eləyir də, kosinus 60'da. Bunu hesablasaq olacaq x kvadratı bərabər bunlar ixtisar gedər. Böyləcə 160 eləyir, bəli 356 üstə gəlsin 100. Çıxılsın 160. Buradan da onda olacaq x kvadratı bərabərdir. 456'dan da 160 çıxaq. Bu deyir neçə? 296. Onda x kvadratda 289'dan 17 çıxır. Bu da eləyəcək onda 17 tam onda 2 olsun. Və dövr eləyir. Deməli bizdə bucaq 60 dərəcə olanda bura konkret oldu 17 tam onda 2. Və bizə deyir ki 60 dərəcədən böyük. Deməli onda bucaq böyüksə tərəf də böyüməlidir. 17 tam onda 2'dən böyük qiymət olmalıdır. Və biz də burada tapmışdıq ki nədir? X hansı araqda dəyişməlidir? 18 onda 6'dan kiçik, 7'dən böyük olmalıdır. Biz buradan da tapmış olduq ki 17.2'dən də böyük olacaq. Onda x 17 tam onda 2'dən böyük olmalıdır. Kiçik olmalıdır 18 tam onda 6'dan. Burada da tam qiymət bir dənə yeganə 18'də. Burada böyük ehtimalla, yəni cavabımız 18 olacaq. Niyə? Çünki burada biz 60 dərəcəni də nəzərə almalıyıq. Burada da səhv hesablamadıqsa, texniki səhv eləmədiksə, cavab bir dənə 18 olacaqdır. Keçək 83-cü suala. Bu sual maraqlı sual idi. 82. Deməli, deyir ədədin natural bölünənləri sayını tapın. Burada ədədimiz nəyə bərabərdir? Burada tam yaxşı görsənmir. Bir də baxım. Bu yəqin ki 37'nin kvadratı olacaq. Bir də dəqiqləşdirək, səhv olmasın. Aha, bəli. Deməli, buradan yenidən yazıram. 37'nin kvadratı plus 74 vur 13'dür. Bir də plus 13'ün kvadratı. Aha. Burada aydın da bu bərabər olacaq nəyə? 37'nin kvadratı üstəcək 74'ü yazıram. 2 vur 37 vur 13. Bir də üstəcək 13'ün kvadratı. Bu da aydın məsələdir ki, nəyin açılışıdır? A plus B'nin kvadratının açılışı. Yəni 37 plus 13'ün kvadratının açılışıdır. Toplayanda 50 eləyir də, hə? Bəli. Onun da kvadratı 2500. Deyir, natural bölünənlərin sayını tap. Onda belə eləyikdir. 2500 nə deməkdir? 100 vur 25 vur 100'dür. Cə parçalayaq da 25 vur 100'dür. 100'ü də 25 vur 4 kimi yazsam. Bu da olacaq 5'in kvadratı vur 5'in kvadratı. Bu da eləyəcək yekunda 5 üstü 4 eləyir də. 5'in üstü 4. Bir də vurulsun 4'də 2'nin kvadratı.
İndi bizə nəyi soruşdu? Natural bölənlərin sayı. Natural bölənlərin sayıda qüvvətlərin üzərində 1 gəlib bir-birinə vururduq. Bəli, bu da eləyəcək 5 vur 3, 15. Yekun cavabımız olacaq 15. Sonra son 2 sualımız qaldı. Nə deyir? Deyir ki, P10 18 olan düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilmiş hündürlüyü onu 2 üçbucağa ayırmışdır. Bəli, bu üçbucaqların xaricinə çəkilmiş çevrələrin mərkəzləri arasındakı məsafəni tapın. Ay maşallah. Deməli, buradan bir dənə düzbucaqlı üçbucaq çəkək. Və bunu deyir ki, P10 18-dir. Düzbucağın düzbucaq təpəsində çəkilmiş hündürlüyü. Buradan bir dənə hündürlük çəkirəm. Aha. Onu 2 üçbucağa ayırdı. Bəli. Aha, bu olsun A, B, C. Burada bir dənə yazaq N. Lab D yazaq. Aha, buranın ümumi uzunluğu da 18. İndi deyir ki, 2 üçbucağa ayırmışdır. Deyir, bu üçbucaqların xaricilərinə çəkilmiş çevrələrin mərkəzləri arasındakı məsafəni tapın. Deməli, gəlin belə eləyək onda. Bu da düzbucaqlı üçbucaqdır. Yəni ABD. BDC də düzbucaqlı üçbucaq, düzdürmü? Bunların xaricinə, düzbucaqlı üçbucağın xaricinə çeviri çəkəndə hara düşürdü? Hipotenuzun tən ortası ilə yarısına düşürdü. Onda burada da tən ortası yarısına düşəcək. Yəni bu hissə bu hissəyə bərabər olacaq, bu hissə də bu hissəyə bərabər olacaq. Onda mən bunları birləşdirsəm, tərəflərin orta nöqtəsini birləşdirmiş oluram da, onda elə orta xətt olur. Orta xəttdə oturacağın yarısıdır. Elə olacaq 9 da. Bəli, cavab elə olacaq 9. Biz dedik axı, düzbucaqlı üçbucağın xaricinə belə desək, çevrə çəkəndə çevrənin mərkəzi hipotenuza düşür. Bu da R olur da, yəni bərabər hissələrə bölünürdü. Burada da bərabər hissələrə bölündü. Bu da bərabər hissələrə bölündü. Deməli, tərəflərin orta nöqtəsini birləşdirdi. O da hipotenuzun, yəni oturacağın yarısına bərabərdir. Yəni oldu 9. 85-ci sual, sonuncu sualımız deyir, şəkildə ABC 40. ABC qövsü 210-dur. Bura 40-cı onda bura söykəndiyi qövs yarısına bərabər olsa 80 dərəcə olacaq. AB qövsünün dərəcə ölçüsü tam 360 dərəcədir. Onda 360-dan çıxacağım 210, bir də AC qövsü, yəni 80. Bu da bərabər olacaq 360 çıxılsın 290. Bu da neçə dərəcə qalır? 70 dərəcə də. AB qövsü. Qövs olacaq 70 dərəcə. Düz çıxdıq. Bəli, olacaq 70 dərəcə. Bu da belə sonuncu sualımız. Sağ olun, özünüzə yaxşı baxın. Hər hansısa bir fikriniz olsa yorumlarda yazmağı unutmayın.